İslamın simvollarından olan təsbihin Hindistandan başlayan tarixçəsi. İslam aləmində zikr əşyası sayılan təsbih ərəb dilində Sübhanallah sözünün qısadılmış forması Sübha kəlməsindən törüyüb. Əfqanlar ona disbə, tatarlar isə disbə deyirlər. Lakin ortaq cəhət budur ki, bu sözlərin hamısının tərkibində SBH hərf birləşməsi mövcuddur və ərəbcə mənası Allahı məth etmək, tərifləmək deməkdir. Ölkəz xəbər verir ki, tarixi mənbələrə görə ən qədim təsbihlər eramızdan əvvəl 2-ci minillikdə Hindistanda yaranıb. Tədqiqatçılar sahnamələrə əsaslanaraq qeyd edir ki, təsbihlər Əməvilər zamanında hərbi əməliyyatların genişlənərək Hindistanı əhatə etməsi və iki sivilizasiyanın qarşılaşaraq bir-birindən təsirlənməsi nəticəsində meydana çıxıb. Yəni, məhz o vaxt təsbihi müsəlmanlar Hindli brahmanlardan əxz etmişlər. Brahmanizmdə təsbihin fəlsəfi mənası kainatın dövrü və dünyaya yenidən gəlmə təlimi ilə bağlıdır. Buna görə də brahman təsbihləri digər din mənsublarının təsbihlərindən fərqlənir. Çünki ən qədim təsbih ənənəsinə mənsub brahmanizmdə o zamanlar yalnız kahinlər onu gəzdirmək hüququna sahib idi. Hindistanın fəthindən sonra mədəniyyətlərin qarşılıqlı mübadiləsi və hindlilərin İslamı qəbul etməsi təsbihin İslamlaşmasına, yəni müsəlman təsbihlərinin yaranmasına səbəb olmuşdu. Çünki yeni dini qəbul edən hindlilər keçmiş adətlərindən tamamilə üz döndərməmiş, əksinə İslama tərs olmayanları yeni dinə uyğunlaşdırmışlar. Konkret olaraq İslam mədəniyyətində və ibadətində təsbihin geniş tətbiq edilməsi isə Abbasilər dönəminə aiddir. Səlcuq türklərinin zamanında təsbih təkcə türk dili xalqlar deyil, Fələstin ərazisindəki qeyri-müsəlman millətlər arasında da yayılmağa başlamışdı. Həmin dövrdə ilk dəfə şərq xristianları, əsasən Fələstin, Suriya və Yunanistan əhalisi təsbihi müsəlmanlardan götürüb öz mədəniyyətlərinə daxil etmişlər. Qərb xristianlarının dini ayin və ibadətlərində də təsbihdən istifadə olunub. Tədqiqatçılar bu məsələdə xaç yürüşlərinin də müəyyən təsirini istisna etmirlər. Müsəlman təsbihləri 11, 33 və 99 muncuqdan ibarət olur və bu say Allahın 99 adının rəmzi kimi qəbul edilir. 11-12-ci əsr qədim xristian kitab, freska və ikonalarında əllərində təsbih tutan xristian müqəddəslərinin rəsmlərinə rast gəlmək mümkündür. Tədqiqatçılar bu və digər faktlara istinadla xristianlıqda təsbihlərin yaranmasını məhz həmin dövrə aid edirlər. İlk xristian təsbihləri 33 muncuqdan ibarət olmuşdu. Çünki o dövrdə Fələstin xristianlarının arasında bu rəqəm İsa Məsihin bu dünyada 33 il ömür sürməsini xatırlatdığından müqəddəs sayılırmış. Katoliklər arasında bu əşya xristian müqəddəslərindən sayılan Dominikin təsbih qardaşlığı təşkilatı yaratmasından sonra daha da məşhurlaşmışdı. Ənənəvi olaraq katoliklər öz sədaqətlərinin əlaməti olaraq təsbihlə dəfn edilirlər. 11-ci əsrdə qərb xristianları təsbihi dua dairəciklər adlandırmışlar. Sonralar isə ona Paternoster, Rozarium və digər adlar verilmişdi. Müsəlmanların istifadə etdiyi muncuqların sayı 33, 99, 500, 1000 və 5000 ola bilər. Ümumiyyətlə 99 muncuqlu təsbihlər məscidlərdə və evlərdə, 500-lik və 1000-lik təsbihlər isə təkkələrdə yerləşir. 500-lik və 1000-lik zikr təsbihləri şeyx öləndə onun tabutuna qoyulur. Suriyalı Ələvilər 40 müqəddəsdən ilhamlanan 40 muncuqdan istifadə edirlər. Ələvi muncuqlarda qırmızı rəng Həzrət Əlini, ağ Fatiməni, sarı Həsəni, yaşıl isə Hüseyni təmsil edir. Təsbihlər adətən minerallar, dəyərli mədənlər, heyvanlardan əldə edilən qabıq, sümük, buynuz növləri və dişlər, dənizdən çıxarılan inci, mərcan və sədəf, bəzi fosillər, sərt və ya qoxul ağaclar, bəzi bitkilərin çəyirdəkləri və son dövrlərdə isə bir sıra sintetik maddələrdən hazırlanır. Bugün müstəsna dəyərə malik bir çox təsbih istehsal olunsa da, gözəllik və qiymətə gəldikdə ən diqqət çəkənlərdən biri zümrüd, almaz və əmayədən ibarət 17-ci əsr Alman təsbihidir. Bu təsbihin Sakson kral ailəsinə aid edilməsi onu Avropa tarixinin əhəmiyyətli bir parçası edir. 43 sm uzunluğunda 70 zümrüddən ibarət, içərisinə almazlarla qızıl randellərlə yerləşdirilmiş təsbih 2012-ci ildə hərracda 842.500 dollara satılıb. Dünyanın ən böyük təsbihi isə Livanın paytaxtı Beyrutdadır. Uzunluğu 600 metrə yaxındır və hər biri bir avtomobil ölçüsündə olan 59 böyük beton muncuqdan ibarətdir. Xristian aləmində əksər möminlər inanırlar ki, yanında təsbih olması onları təhlükədən və pislikdən qoruyacaq. Hətta xristianlarda təsbih duası da var.